Tərtərlər, həm yerlilərimiz, həm vətənlərimiz. Bugün Axundun dediyi kimi Bərdə torpağında artıq 3-cü şəhidliyimizdir, son mənzilə yola salırıq. Və deməli, bugün eyni zamanda bizim həm kədərli günümüzdür, həm sevinçli günümüzdür. Elnur müəllim mənə dedi ki, həyətdə olarkən çıxış edib o. Mən həm hörmətli Müstəqim müəllim, həmkarım Müstəqim müəllimin adından çıxış edirəm, həm də öz adından çıxış edirəm. Şəhidlərimizin əksəriyyəti bizim üçün qiymətlidir. İstəyir Ağdərə şəhidlər olsun, istəyir Ağdam olsun, Tərtər olsun, Bərdə olsun, bunlar hamısı bizim şəhidlərimizdir. Və bugün son mənzilə yola saldığımız şəhid də Ağdərə rayonunun İmarət Qərbəndindəndir. Bax, bugün Dadaşovlar ailəsinin, bu ailənin, qoyma əqrabanın gözünün yollardan yığılmasıdır, nigarançılıqlarına son qoyulması günüdür. Əgər buna sevinç demək olarsa, bu şükranlığın, daha doğrusu ifadəsi daha düzdür, bu şükranlığın həm də şahididir. Və bizim heç vaxt ağlımıza gəlməzdir ki, o torpaqlar geri qaydar. Kəlbəcər, Yanşaq, Murovdağ, indi bundan əvvəlki son mənzilə yola saldığımız Murovdağ silsiləsində qəhrəmancasına şəhid olandı. Və ondan əvvəlki şəhidimiz eynən Yanşaq kəndi istiqamətində gedən döyüşlərdə şəhid olandı. Artıq qalibdirlər. Qalib ordunun əsgərlərdilər. Və bugün hər deməli, 2 rayondan, Ağdərədə 3 rayondan bizdə burada sakinlərimiz var. Şəhid ailələrimiz burada iştirak edir, qazilərimiz iştirak edir, veteranlarımız iştirak edir və siz iştirak edirsiniz. Fevral ayının 20-si Bərdə rayonunda 4 şəhidin, o cümlədən başqa rayonlarda mən bilirəm ki, neçə şəhidimizin tapılıb son mənzilə belə deyək, tapşırıldığı gündür. Buna görə də həqiqətən Azərbaycan dövləti, Azərbaycan xalqı son 200 ilin qisasını aldı. Qocalının qisasını aldı. Kəlbəcərin qisasını aldı. Ağdamın, Ağdərənin və s. qisasını aldı. Sizin qardaşınız qalibdir. Sizin qardaşınız bugün 30 il burada məskunlaşan, bu belə deyək də, vətəninə xoş gəlibdir. Əbədi, əzəli torpağa tapşırıldı. Və bizim Bərdədə uyuyan şəhidlərimizdən, doğma şəhidlərimizdən biridir. 30 ildə burada Ağdərədən də olan insanlar var, Ağdamdan olan insanlar var, hamı bilsin. 34 min bizim məcburi köşkünümüz olub Bərdədə. Və qeyri-rəsmi 70 mindən yuxarı məcburi köşkünümüz olubdur. Bərdə bunların hamısına sinə açıqdır, qol açıqdır. Öz övladı kimi, o cümlədən bu ailənin də, 32-lər də, Kolayır da, bu deməli, kəndlərin hamısı da öz övladları kimi hesab edir. İndi soruşsan, haralsan, deyəcək ki, ilk növbədə Bərdəliyəm, çünki 30 ildir Bərdədə yaşayır, Bərdə ilə nəfəs alır və s. Biz də onlara 30 ildə öz sakinlərimiz kimi baxmışıq və bugün də öz sakinlərimiz kimi baxırıq. Öz torpaqlarına, ata-baba yurtlarına qayıdana qədər də biz öz sakinlərimiz kimi baxacağıq. Kim qayıtmayacaqdır, o bizim sakinimizdir. Siz də ötən illərdə bayaq dediyim kimi, həmişə şəhid ailəsi kimi, belə deyək də, bizim nəzərimizdə olmuşuz. Amma indi siz də, biz də sevinirik ki, şəhidimizin ziyarət olunan yeri var, qəbri var, məzarı var. Allah şəhidlərimizə, belə deyək də, rəhmət eləsin, qəbirləri nurla dolsun. Azərbaycan tarixi yaşadıqca, dövlətimiz, millətimiz var olduqca şəhidlərimiz yaşayacaqdır. Şəhidlərimiz bizim qızıl fondumuzdur, tariximizin qızıl səhifələrdir, qəhrəmanlıq səhifələrdir. Ona görə də bir daha Allahdan şəhidimizə rəhmət edirik. Təki vətən yaşasın, təki dövlətimiz yaşasın və icazə verin şəhidimizin tabutuna sərilmiş Azərbaycan dövlətçiliğinin rəmzi olan müqəddəs üçrəngli bayrağımızı hörmətli Elvin yeri gəlmişəm, mənim belə deyək də, mən işə götürmüşəm Tərdədə, vaxtilə indi çox sevinirəm ki, bugün bu tədbiri Elvin müəllim aparır və hər ikimiz bir yerdə şəhidin qardaşına təqdim edək.
Allah rəhmət eləsin. Sağ olun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Başın sağ olsun. Yəni İmarət Kərəmli kəndindəndir. Onun o bir saatlı İmarət Kərəmli.